videoda geyimini bilməyənlər haqqında haqlı olaraq bəzi sözlər dedik. Bəziləri dedi ki, kim ki hicab taxmır əxlaqsızdır? Əlbəttə deyil. Bunu kim dedi? O qədər hicabsız, amma qeyrətli, namuslu, özünü sözünü bilən xanımlarımız var ki, hamısı ilə də fəxr edirik. Mən özüm hicablı olaraq ətrafımda çox hicabsız yaxınlarım var ki, heç kimdə heç kimlə düşmənçilik etmir. Amma kimsə cəmiyyəti evi ilə səhv salıb, ürəyi istəyən, yəni paltar geyindiyini sanıb əslində geyimsiz olaraq cəmiyyətə çıxırsa, bu hörmətə layiq hərəkət deyil. Əksinə, bu şəxslər lazımi qədər qınağı gözləməlidir. Yəni söhbət hicabsızlardan deyil, normal geyim geyinməyənlərdən gedir. Həmişə demişəm, cəmiyyət sənin şəxsi evin deyil ki, nələrisə görməyə məcbur olsun cəmaət. Bu cəmiyyətdə pak övladlar böyüyür. Niyə mənim pak övladlarım sənin ədəbsiz geyimini görməyə məcburiyyətindədir? Mənim hicabım sənin xeyrinədir. Çünki mən hicabımla sənin ərinə, qardaşına sərhəd qoyuram ki, çöldən evə gələndə sənin ailəndə problem yaranmasın. Mənim geyimim uzağı sənin ürəyini sıxa bilər. Sənin geyimin isə ailə dağıda bilər.